Mənə ən çox maraqlıdır 10 illiklərdən, 10 illikdə və 10 illikdən sonra olan böhranlar. Məsəl üçün qısaca bunu istəyirəm. Qısa danışmağa çalışacağam. O böhranların öz xüsusiyyətləri var. 10 illik nə deməkdir? 10 il o deməkdir ki, qadın və kişi birlikdə artıq 10 ildir. 10 il. Böyük bir. Bəli, yəni ana oğula, oğul ataya dözə bilmədiyi 10 ildə, qadın və kişi birlikdə 10 ildir. Burada nələr olub, nələr olmayıbdı artıq, yığılıb, inciklik, küskünlük, xəyal qırıqlığı, söyüş, təhqir, indi bunun olmadığı ailələr də olur təbii ki, bütün bunlar yığılıb. Bunlardan əlavə 10 ildə iki insan artıq o can brata çevriliblər bir tərəfdən, yəni yaxşı hallarda, olduqca əziz doğma insanlara çevriliblər. Bu vaxtda ailədə biraz, yəni əvvəlki illərə nisbətdə həm də iş, qayğı və s. ehtiras biraz çəkilmiş ola bilər. Maraq azalmış ola bilər. Artıq qabağınızdakı insanı tam-tamına tanıyırsınız. Başda maraqlıdır, görsən bu oğlan hansı maraqlı tərəfləri var, bu qızın nə görmədiyim yerləri var. Yerlə deyən hər mənada nəzərdə tuturdum və biraz sözüm ki, mənalı çıxdı, düzdür? Və bu şəkildə bir-birinə maraq var idi. İndi isə bir-birini əzbər bilirlər və insanlar birlikdə həyatı kəşf etməyə, dünyanı kəşf edib inkişaf etməyə qabaqlarına bu anda da əlavə məqsəd qoymasalar, bir-birlərinə maraq azalmış ola bilər. Və bu vaxt insanlar boşluğa düşəndə, təəssüflər olsun ki, bir çox ailədə xəyanət bu vaxtda ortaya çıxır. Hətta inan ki, sevən kişilər belə olub ki, qəbula gəlib deyib ki, nə oldu mən bilmədim. Deyir, arvadımı sevirdim, niyə belə elədim? Sual verirəm, deyir, hə, düz hissə, deyəm, arvadınız axırınıza nə vaxt birlikdə olmuşsunuz, baş-başa arası getmişsiniz və yaxud Bakıda və s. Deyir, valla, uşaqlar qoymağa yeri yox idi. Deyəm, bax, o da uşaqlara baxırdı, sən də unuttun, o da unutdu. Və belə və yaxud qadınlar olur ki, misal deyir ki, mən xəyanəti pis bir şey sayıram, amma niyə özüm xəyanətə yaxınlaşdım? İzah edirəm ki, yəni siz xəbəriniz olmadan darıxmağa başlamısınız və özünüzə emosiya axtarmısınız. Yeni insan yeni emosiyadır axı. Yeni insan yeni emosiyadır. Aha. Yeni hisslər. Yeni hisslər, bəli. Yəni necə yeni yemək yeni daddır, yeni ölkə, yeni təəssürat, bəli. Amma o demək deyil ki, axı biz belə deyək də hər şeyimizi dəyişə gedək. Yəni stabil, dəyərli, müqəddəs nələrsə var, bütün bunlar oradan gəlir. Məsələn 10 illiyin yeniyəm, tam 10 il tamam olan kimi yoxdur. Elə ailə var ki, onun 3-cü ilində yaşayır, eləsə heç vaxt yaşamır, 15-ci ildə yaşayır. Bu var. Sonra uşaqlar 10 illik evlilikdə və 10 illik keçən evlilikdə artıq yaşları elə bir vəziyyətə çatır ki, ailədə həm söz haqqı sahibi olmalılar yavaş-yavaş. Onların böhranları təsir edir kişi və qadına. Oğlan futbola getsin, yoxsa yox. Tenisə getsin, yoxsa şahmata. Qız misal üçün getsin rəqsə və yaxud da üzgüçülüyə, yoxsa getməsin. Artıq bunlar da təsir edir və bir neçə il sonra artıq uşaqların yeniyetməlik dövründəki böhran ailəyə çox ciddi təsir edir. Yəni kişi və qadın olğunlaşa öz yaşlarına uyğun müdrikləşməyə gəlib çatmayıblarsa və inkişafa açıq deyillərsə, ailələr başlayır çöküntü yaşamağa, artıq uşaqların böyüməsi ilə. Daha sonra ən axırıncı sindromlardan biri, yəni bir neçə illik keçsək, boş yuva sindromudur. O necə olur? Uşaqlar evlənir ya da ali təhsil üçün çıxıb gedirlər başqa şəhərə, başqa ölkəyə. Yuva qaldı boş. Onun da öz sindromu var. Yəni bura qədər ər-arvad yaxşı münasibətdə gəliblərsə, hörmət saxlanılıbsa, boş yuva sindromunu daha rahat atlata bilirlər. Yox, qadın və yaxud da kişi uşaqlara görə dözmüşəm deyə qalıb deyə, özünü fəda qurban verib deyə boş yuva sindromu olduqca şəxsiyyətdə ağır yaralar açır ki, artıq mənanı itirir. Uşaqlar bax evləndi və yaxud da ali təhsil, deyək ki, Gəncəyə, Naxçıvana köçdülər, qaldın boş. Qabağındakı kişi və yaxud qadın illərdir sevmədiyin və yaxud illərdir səni incidən, yəni bundan üzləşmə var. Ona boş yuva sindromu deyirlər. Çox maraqlıdır. İndi mən bəzi yerdə çox qısa danışdım. Yəni ümid edirəm ki, hər kəsdə doğru düzgün məlumat formalaşdırdım. Çox gözəl izahdır.